Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyiniz kimi dollar indeksi 30 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsini qırması ilə, hətta indeksin qiymətinin həmin günün ikinci müqavimət səviyyəsinin üzərində bağlanması ilə bir mənada dollar indeksinin tələbinin artdığını və eyni zamanda bazara alıcıların daxil olduğunu göstərmiş oldu və diqqət etirsəniz, dollar indeksi həmin tarixdən etibarən yüksəlməyə başladı. Lakin cümə günü Amerikadan açıqlanan əmək bazarı ilə bağlı göstəricilər bir mənada dollar indeksinin yüksəlişi məhdudlaşdırmış oldu. Belə ki, xəbərlər açıqlanana qədər bir çox investorlar gözləyirdi ki, Amerikada əmək bazarı ilə bağlı göstəricilər neqativ açıqlanacaq və diqqət etirsəniz, həmin günün Asiya sessiyasından etibarən başlayaraq dollar indeksində düşüş davam etdi. Lakin əmək bazarından açıqlanan göstəricilər bir mənada bu gözləntiləri doğrultmadı və dollar indeksi yenidən yüksəldi və hətta həmin günün birinci dəstək səviyyəsinin üzərində bağlanmış oldu. Yəni, yenidən bazarda alıcıların güclü olduğunu göstərmiş oldu. Belə ki, Amerikada əmək bazarı ilə bağlı göstəricilər aprel ayı üçün qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı 177 min açıqlanmış oldu. Hansı ki, bu proqnoz edilən 138 mindən daha yüksək idi. Əlavə olaraq ümumi işsizlik səviyyəsində hər hansı bir dəyişiklik olmadı. Ümumi işsizlik səviyyəsi yenə də 4,2% açıqlanmış oldu. Bu da bir mənada əmək bazarında hələlik, belə deyək, neqativ trendin nisbətən dayandığını göstərmiş oldu və əmək bazarının sağlam olduğunu bir mənada göstərmiş oldu və bundan dolayı yenidən dollar indeksi yüksəlmiş oldu. Və gün ərzində nə qədər ki, dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 99-116 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Bir digər ən önəmli faktor, hörmətli izləyicilər, hələ də Amerikada istiqraz bazarında, xüsusilə 10 illik istiqraz faizlərinin 4,30% ətrafında olduğunu görürük və bu da Avropa Birliyində faiz dərəcəsinin aşağı olması, Amerikada isə faiz dərəcəsinin yüksək olması bir mənada dollara olan tələbi artıran bir digər faktordur. Və bundan dolayı, hörmətli izləyicilər, federal ehtiyatlar faiz dərəcəsi ilə bağlı, faizi aşağı salmaqla bağlı açıqlama verənə qədər bir mənada biz dollar indeksində yüksəlişin yenidən başlayacağını proqnoz edə bilərik. Lakin uzun vədədə isə Trump administrasiyasının əsas hədəflərindən birisi təbii ki, dollar indeksini ucuzlaşdırmaqdır. Hörmətli izləyicilər, digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də diqqət etsəniz 30 aprel tarixində həmin günün birinci dəstək səviyyəsinin qırmasıyla və hətta ikinci dəstək səviyyəsinin altına bağlanmasıyla bir mənada avro-dollara da eniş bir mənada trendi başlamış oldu. Lakin cümə günü Amerikadan açıqlanan məlumatlar, eyni zamanda Avrozonada açıqlanan məlumatlar bir mənada avronun yuxarı yüksəlməsi və yenidən aşağı korreksiyası ilə nəticələnmiş oldu. Bu da hal-hazırda yenə də valyuta cütlüyündə satışın güclü olduğunu göstərən faktordur. Çünki diqqət etirsəniz, cümə günü avro-dollar valyuta cütlüyü texniki analiz nöqteyi nəzərindən həmin günün birinci müqavimət səviyyəsinin üzərində bağlanmadı. Onun altında bağlanmış oldu və bu da bir mənada bazarda hələ də satıcıların güclü olduğunu göstərən çox güclü bir faktordur. Və eyni zamanda cümə günü Avropa Birliyində inflyasiyanın nisbətən artması, belə ki, 2,1% proqnoz edildi, lakin 2,2% açıqlanmış oldu. Həmçinin ümumi işsizlik səviyyəsinin 6,1%-dən 6,2%-ə yüksəlməsi bir mənada Avrozonada Avropa Mərkəzi Bankının yenidən, belə deyək, avroya müdaxilə etmə ehtimalını artırır. Çünki avronun yüksəlməsi eyni zamanda Avrozona iqtisadiyyatına neqativ təsir edir və bundan dolayı avro-dollar valyuta cütlüyündə eniş trendi davam edə bilər. Nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 1,13-630 səviyyəsi qırılıb, onun üzərində bağlanmazsa, yəni bu səviyyənin üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edirik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü də 30 aprel tarixindən başlayan eniş trendinə davam edir. Diqqət etsəniz, həmin tarixdə birinci müqavimət səviyyəsi qırıldı və valyuta cütlüyü hətta ikinci müqavimət səviyyəsinin altına bağlanmış oldu və diqqət etsəniz, həmin tarixdən etibarən valyuta cütlüyü ancaq birinci müqavimət səviyyələrinin altına ticarət edilir. Bu gün ərzində nə qədər ki, GBP-USD bu günün birinci müqavimət səviyyəsi olan 1,33-131 səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə də enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-YENA valyuta cütlüyüdür. GBP-YENA-da diqqət etirsəniz 30 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlamış oldu və həmin tarixdən etibarən GBP-YENA-da yüksəliş trendi davam edir. Nə qədər ki, GBP-YENA valyuta cütlüyü
bu günün birinci müqavimət səviyyəsi olan 1.143-816 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz GP yenə də yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi əməliyyatımız qızıldır. Diqqət etirsəniz, qızılın qiyməti də 23 aprel tarixindən həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və qızılın qiymətlərin səviyyənin altına bağlanması ilə qızılda eniş trendi davam edirdi. Və həmin tarixdən etibarən diqqət etirsəniz, qızıl yalnız birinci müqavimət səviyyələrinin altında ticarət edilib günlər üzrə. Və bu gün ərzində, hörmətli izləyicilər, bir öncəki videolarımızda da qeyd etmişdik ki, qızılda əslində uzun vədədə satış trendi hələlik gözlənilmir. Lakin qızılda aşağı yönlü korreksiyalar əslində qızılda alış üçün böyük fürsətlər belə deyək sunmuş olur. Və bu gün ərzində qızılın qiyməti əgər bu günün birinci müqavimət səviyyəsi olan 3266 dollar səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz qızılda bir mənada aşağı yönlü korreksiyanın başa çatdığını və yüksəliş trendinin yenidən başladığını proqnoz edə bilərik. Qeyd etdiyimiz üçün bu gün çox önəmlidir və bu gün ərzində qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3267 dollar səviyyəsinin üzərində bağlanarsa, biz qızılda yenidən alış fürsəti gözləyə bilərik. Hörmətli izləyicilər, bildiyi əməliyyatımız Brent markalı neftdir. Diqqət etirsəniz, texniki analiz nöqteyi nəzərindən əslində bizim sistemimiz 23 aprel tarixində neftin qiymətə satış siqnalı vermişdi. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırması ilə və qiymətlərin səviyyənin altına bağlanması ilə neftin qiymətinin əslində bazara satıcıların daxil olduğunu göstərmiş oldu və həmin tarixdən etibarən neftin qiyməti eniş trendi ilə davam edib və günlər üzrə yalnız birinci müqavimət səviyyələrinin altında ticarət edib, diqqət etirsəniz. Neftin qiymətinin düşməsinin bir digər səbəbi, hörmətli izləyicilər, OPEC ölkələrinin uzun müddətdən bəri neft hasilatı ilə bağlı qoyduqları razılaşmadan imtina etmələri oldu. Xüsusilə Səudi Ərəbistanın bu razılaşmadan çıxması bir mənada qlobal neft bazarında bolluğa səbəb olacağını və bu da neftin qiymətinin belə deyək, düşəcəyi gözləntilərini artırmış oldu və neftin qiyməti diqqət etsəniz, həmin tarixdən etibarən 23 apreldə tarixindən etibarən yalnız düşən trendlə davam edib. Nə qədər ki, gün ərzində neftin qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 62.49 dollar səviyyəsini qırıb, onun üzərinə bağlanmazsa, biz neftin qiymətində eniş trendinin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda neftin qiymətində yuxarı yönlü korreksiyalar ola bilər, hər hansı bir geosiyasi hadisələrdən dolayı. Lakin ümumi fonda baxdıqda, hörmətli izləyicilər, neftin qiyməti ümumiyyətlə düşən trenddə davam edir. Hörmətli izləyicilər, bildiyi əməliyyatımız S&P 500 indeksidir. S&P 500 indeksdə diqqət etsəniz, 22 aprel tarixindən etibarən bir mənada yüksəliş trendi, başlayan yüksəliş trendi davam edir. Həmin günün birinci müqavimət səviyyəsinin qırması və bazarın onun üzərində bağlaması ilə S&P 500 indeksi yüksələn trendlə davam edir. Və cümə günü eyni zamanda Amerikadan açıqlanan əmək bazarında bağlı göstəricilərin də bir mənada güclü olması S&P 500 indeksi olan yüksəlişi dəstəkləmiş oldu. Nə qədər ki, gün ərzində S&P 500 indeksi bu günün birinci müqavimət səviyyəsi olan 5000, bu günün birinci dəstək səviyyəsi olan 5800, 5581 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bu gün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.